Bəzən suallar meydana çıxır və biz bu sualları cavablandırmaq üçün Qurani-Kərimin ayələrinə və peyğəmbərlərin hədislərinə müraciət etməli oluruq. Niyə görə 7 rəqəmi müqəddəs sayılır? 6, 8, 9 və sair digər ədədlər müqəddəs sayılmadı, amma 7 rəqəmi müqəddəs sayıldı. Ümumiyyətlə, riyazi hesablamalara nəzər salanda 0 özü natural ədəd deyil. Yəni 1-dən 9-a qədər olan ədədlər natural ədədlər adlanır. Hətta Qurani-Kərimdə Fatiha surəsi 7 ayədən ibarətdir. Dahi İmadəddin Nəsimi bu məsələni açıqlayır. 7-dir, 4 7-dən 1 7-dir. 124 yenə 3 7-dir. Evi bir bacası 7, babı 3, Əhl-i Beyt ilə özü 17-dir. 7-dir, 4 7-dən 1 7-dir deyəndə ərəb əlifbasında 28 hərf var. 4-ü 7-yə vuranda 28 edir. 1 7-dir deyəndə Fatiha surəsini nəzərdə tutur. Fatiha surəsinin yazılmasında, ərsəyə gəlməsində 124 hərfdən istifadə olunub. 3-ü 7-yə vuranda 21 edir. Fatiha surəsində 21 dənə hərf var. Evi bir bacası 7, babı 3. Evi bir Fatiha surəsinin özünə aiddir. Tək Fatihə kəlməsi Fətəhə 3 hərfdən ibarətdir. Əhl-i Beyt ilə özü 17-dir. Əhl-i Beyt 14 məsum, üstəgəl 3, Fatihə surəsi cəmi 17 edir. Bu da bizim gündəlik qıldığımız 17 rəkətli namaza aiddir. Həzrəti Peyğəmbər əleyhissalam buyurdu ki, Allah öz ümmətinə 7 dənə xüsusiyyəti əta etdi və başlayır onları izah etməyə. Birincisi bundan ibarətdir ki, gündəlik Həmd surəsini oxumaq. İkincisi bundan ibarətdir ki, azan demək. Üçüncüsü bundan ibarətdir ki, məscidə getmək, cəmaət və cümə namazlarında iştirak etmək. Dördüncüsü bundan ibarətdir ki, meyd namazını qılmaq. Təbii ki, onu icra etmək üçün digər insanlar mövcuddur. Beşincisi bundan ibarətdir ki, gündəlik namazların üçünü ucadan oxumaq. Altıncısı bundan ibarətdir ki, səfərdə və yaxud da xəstə halında ibadətin yüngülləşməsi. Əgər insan xəstə olarsa, səfərdə olarsa, təbii ki, ibadətin özünün müəyyən funksiyaları mövcuddur. Ən nəhayət, 7-ci bundan ibarətdir ki, ümmətimin günahkarlarına şəfaət etmək. Bax, bu 7 xüsusiyyəti Allah öz ümmətinə əta etdiyinə görə 7 rəqəmi müqəddəs sayılırdı.